Peyğəmbər Əkrəm buyurur ki, İnnəl Hüseynə qeyru vəhnin. Hüseyn qorxu deyilən bir şey nədir, onu bilmir. İmam Hüseynin şücaəti o qədərdir. İmam Hüseyndə qorxu hissi yoxdur, Peyğəmbər buyurur. Bu sizin babalarınızı öldürenin oğludur ya, bu Əlinin oğludur. Bu həmən kişinin oğludur ya, tək bunun qabağına gedin. Siz bilirsiniz bu kimin oğludur. Siz bilirsiniz bu hansı ailədəndir, kimlərdəndir. Buna bu cür yaxın gedməyin.